Əgər Peyğəmbər sağ olsaydı, xanım Zəhraya əziyyət eləyənlərin də ölüm hökmü verərdi. Hamının tanıdığı məşhur İbn Əbil Hədid ki var, Mötəzilə alimidir və Nəhcül Bəlağə də şərhi var. Məhz buna görə deyirlər ki, Nəhcül Bəlağəyə şərh yazıb bəs şiədir. Biz onu şiə bilmirik. İbn Əbil Hədid öz nəql edir. Mən öz ustadıma getdim. Öz ustadımın yanında ona bir Peyğəmbərin dövründə olan bir hadisəni danışdım. Dedim ki, Peyğəmbərin qızı xanım Zeynəbi bir nəfər münafiqlərdən biri qorxudur və xanım Zeynəb hamilə olur həmin vaxtı və öz uşağını salır. Və Peyğəmbər bu münafiqin ölüm hökmünü verir və onu bağışlamır. Deyir, mənim ustadım deyir, bəs deyir, əgər Peyğəmbər sağ olsaydı, xanım Zəhraya əziyyət eləyənlərin də ölüm hökmü verərdi. O Mötəzilə məzhəbindən olan ustad deyir bunu, şiədən danışmıram. Fəzəhərəl hal ənəhu lav kana hayyan. Əgər Peyğəmbər bu hal Peyğəmbərin zamanında, sağlıq zamanında baş versəydi, la abaha dama man rawwa Fatimətə hatta alqat zəbətnihə. Deyir, əgər Peyğəmbər sağ olsaydı, xanım Fatiməyə əziyyət eləyən, onu vuranların və onun övladının düşməsinə səbəb olanların da ölüm hökmünü verərdi. Bu İbn Əbil Hədidin ki, sünni məzhəbdir, ustadının sözüdür.